Əmoğlunun yanında mən maşında yatır olmuşam. Burada bunu heç kim, burada bu avtoqəza hamının başına gələ bilər. Hamının balasının qabağına çıxa bilər. Hər bir şoferin hamısının qabağına çıxa bilər. Mənim də vallahi başqa işləmə, yenə də bu dəqiqədə yenə də özüm işsə, yəni o qədər dərs hiss eləmirəm ki, burada insan həyatı həll olub da. Mən istəyərdim ki, mənim kimi seçsən, qabağıma çıxsın, kimisə balasını eşsən, o həyatdan köçsün. Əgər onu mən istəmişəmsə, o elə mənim öz balam qabağına çıxsın. Tabi bunu kim nətər başa düşdü. Mən heç bir vaxt, heç kimin balasına, Yasin'dən də, valideynlərindən də, banasından da, anamızdan da, bacılarımızdan da, bütün hamısından çox üzr istəyirəm ki, mənim başqa cür heç kim, yəni o cür fikirləşməsin ki, mən o səviyyəli insan deyiləm. Mən bu dünyada istəyirsən varlı ol, istəyirsən kasıb ol, bu dünyada yaranan insanlar hamısı bu dünyadan köçür. Hər şey Allah'a məxsusdur, Allah'ın yazısına pozu yox. Nə o rəhmətlik, o balamız gəlib, bilseydi ki, belə bir hadisə olacaq, nə o bu yolu gəlib çıxmazdı, nə də mən bu yolu gəlməzdim. Olub da Allah'ın qəzasıdır. Allah o dünyasını versin, Allah qəni rəhmət eləsin. Amin. Vallahi Allah'a and olsun, mən heç bir vaxt, heç kimin pis şeyinə sevinən insan olmamışam. Məni tanıyan ağsaqqalda, məni tanıyan cavanı da, bütün Azərbaycan xalqı məni tanıyanlar hamısı məni bilir ki, mən hansı bir insanam, insanlarla da nətər davranıram. Gənə bir daha Allah o balamıza qəni rəhmət eləsin. O da mənim öz qardaşım balasıdır, öz bacım balasıdır. Mən onu elə qəbul edirəm. Burada kimsə, o xahiş edirəm, o mətbuatda kimsə onu görürsə, onu o qaydada onu efirə buraxmasın. Əgər vicdanlar varsa vicdanla ki, hamı yazsın ki, Allah rəhmət eləsin. Allah o dünyasını versin. Də sabah biz də öləsiyik. Biz dünyanın tutturası deyilük. Biz heç kimdən nə artıq deyilük, nə də əksik deyilük. Allah yaratdığı insanın hamısının ömrünü Allah yazır. Biz heç kimiş ki, biz Allah'ın qarşısında biz duraq nəysə səcd edəyək. Allah qəni rəhmət eləsin. Amin.